İran dövlətçiliyi ideoloji üstündə qurulubdur. Bəli. O ideoloji İrançılıqdır. Üzdə, arxada əslində farsçılıqdır və onun iki dənə düşməni var. Birincisi deməli bunun %90'ı Türklərin üzərində düşmənçilik yaranıbdır. İkincisi də ərəblərin. Bu İranın prezidenti var idi, islahatçı Xatəmi. Seyid idi də Qarabaş idi, yəni annaməsi qara idi. Bu ya Seyid nəvəsidir. Yəni imamlara, peyğəmbərə gedir bunun cəddi çatır. O bilirsiniz bir gün nə demişdi? Bir gün demişdi ki, mən şükür eləyirəm ki, müsəlmanam, amma eyni zamanda şükür eləyirəm ki, ərəb deyiləm. Axı müsəlmanın peyğəmbəri ərəbdir. Sən dayıca ərəb olmaq özdə Seyid deysən özünə. Dayıca fəxr eləməlisən. Sonra bunun bir dənə videosu var. Bütün islahatçıların böyükləri oturub orada, video yayılır. Orada bir anekdot danışır. Anekdotda türkləri aşağılamaq üçün deyir Ərdəbililər də. Məsələn, Ərdəbilləri aşağılamaq üçün, türkləri ümumiyyətlə aşağılamaq üçün, bunlar türkləri həmişə anekdot deyirlər. Bu dəfə oturub bir dənə deyir, Ərdəbil haqqında bir anekdot danışır. Anekdot nədir? Anekdotda bunun oyunçuları var. Yəni bu necələ filmdə və ya bu tiyatroda oyunçular var da, olmalıdır. Oyunçuların biri Fatimədir, Peyğəmbərin qızı. Biri Həsəndir, biri Hüseyndir, biri Əlidir. Ona bir anekdot deyir ki, güya Həsənlə Hüseyn Fatimə ilə Əlinin evlənməsindən əvvəl doğulub. Bu nə deməkdir? Yəni Həsən və Hüseyn Fatimə ilə Əlinin ənəvi uşaqları sayılmır. Halbuki elə deyil, tarix onun əksini deyir. Yəni bu türklər belə deyir, Ərdəbillər belə deyir. İrançılıq ideologiyasını anlamayana qədər biz 100% uduzacağıq. Bizim ziyalılarımız da uduzacaq. Onu qəbulləməyiblərsə. Ona görə ki, ideoloji bu İrançılığın içində, İranın bütövlüyünün içində bizə heç bir zaman hüquq verilməyəcək. Heç bir zaman hətta ana dilimizin bir saat həftədə oxumasına icazə verilməyəcək. Bundan böyükdə ki, Pezeşkiyan rəis cümhurdur da, düzdür? O həftədə 2 saat türk dilində kurs olmalı. Kursu bir də elə bil İngilis dili kursu oxuyursan. Həftədə 2 saat. Heç onu da vermədilər. İstəyib, onu da verməli. Özdə onu çox məhkum edir. Ay, sən məmləkəti dağıtmaq istəyirsən. Məmləkətdə deməli bizim hüququmuz verilirsə məmləkət dağılır. Məmləkətdə ancaq Farsın hüququ ola bilər. Bunu anlamayana qədər bizim ziyalılarımız da uduzacaq. Bizim siyasətçilərimiz də uduzacaq. Millət də uduzacaq. Şeir oxumaqla deyil, əməl lazımdır. Keşke o şeirdə bizim əleyhimizə danışıydı. Əməldə bizim xeyrimizə iş görəydi.